Ramazanda qidalanma məsələsi də önəmlidir. Bundan da danışacağıq. Allah oruc və namazlarınızı qəbul eləsin. Əvvəlində bir bu mesajımızı çatdıraq. Kimlər oruc tuta bilməz? Ümumiyyətlə, bu səhhətlə bağlı bir şeydir. Ola bilər ki, ürəkdən istəyir, buna hazırdır, amma səhhəti imkan vermir. Həkimlər hansı məqamlara diqqət etmək lazım olduğunu deyiblər. Bəzən oruclu şəxs sahura qalxmır. Bunun orqanizmə mənfi təsirləri var. Səhər insan durmadıqda o öd sisteminin durğunluğuna, həmin qidanın tam həzm olunmamasına və sonraki dövrdə həmin insanlarda qəbizliyin yaranması və mədə-bağırsaq sistemində köpün yaranmasına səbəb olur. Maraqlıdır, bəs kimlər oruc tuta bilməz? Əsasən mədə-bağırsaq sistemində olan problem olan xəstələrdir, şəkər xəstələridir, öd sistemində olan xəstələrdir. Elə insanlarda var ki, öd daşı var. Oruc tutan zamanı öd daşları aktivləşə bilir. Və mədə-bağırsaq sistemində yaranın və erozyanın kəskinləşməsi varsa, bu dövrdə həmin insanlarda aclıq fonunda mədə şirəsi ki, ifraz olunur. Bunlarda bu ağırlaşmalar verə bilər.